8200, 50-70 Ti çox azdır. 50-80, 50-90 olmalıydı. Yəni, prosto bilmirəm nə deyim. Mən başlayıram, anlayıram. Yəni, biz Azərbaycanlıyıq. Biz sevirik, bilib-bilmədən prosto komment yazaq. Yəni, belə bir ehtiyacımız var. Yəni, gündəlik bu rutindir bizdə. Hər hansı bir videonun altından bildi, bilmədi, məlumatımız oldu, olmadı, nəsə bir dənə komment yazaq. Və o kommenta like eləyəndə vəbşi belə ayrıca bir xoşbəxt olaq da. Amma Kamran, yəni Azərbaycanda yaşayırsınız, yəni bilirsiniz vəbşi ümumiyyətlə 50-90 qiyməti nə qədərdir? 50-90-ın tək satışı 12 min, 13 mindən aşağı deyil. Söhbət çapılmış, nə bilim, süzülmüş, işlənmiş, 3-4 ilin video kartasından getmir. Söhbət gedir yeni, salafanı açılmamış, zəmanətli video kartıdan. 50-90-ın tək ayrıca qiyməti 12-13 min manatdır. Nətər ola bilər 8200 manat? Sizdə varsa gətirin bizə 100 dənə alaq sizdən. Yəni, başqa səhifələri bilmirəm, bəlkə kimlərsə hansı səhifələrdə izləyici nəsə yazır, o səhifəni də işlədən şəxs ona heç bir cavab vermir. Amma ki, bura ora deyil, bura iComp'dur. Burada kimsə bilib-bilmədən nə gəldi, yazdısa, onun cavabı bu formada veriləcək. Xahiş edirəm, bundan sonra bizim səhifəyə nəsə yazanda 2 dəfə düşünün, bir dəfə yox.